Vaxtınız xeyirli olsun. Bugün sizlər üçün Cənub bölgəsinin qədim yeməklərindən, qədim şirniyyatlarından biri olan zeyrən hazırlamaq istəyirik. Zeyrənin digər adı da nazidir. Əsasən bayram süfrələrində, yəni Novruz bayramında, çərşənbələrdə, biri qızın köçürdən də və yaxud mübarək Ramazan ayında bişirilib ləzzətlə yeyilə bilən bir şirniyyat növlərindən biridir. Bu resept ən çox lerik tərəflərdə çox bişir. Onlar özləri yaxşı bilərlər və videolarımızı sevirsinizsə like etməyi unutmayın və komment bölümündə şərhlərinizi gözləyirəm. Necə olmalıdır? Nənə özü sizlər üçün hazırlayacaq köhnə üsulla. Gəlin. Salam, hər vaxtınız xeyir olsun. Zeyrən çörəyini hazırlamaq üçün bizə lazımdır 1 kilo un, yarım litr süt, 2 yumurta, 200 qram yağ, 1 çay qaşığı quru mayanı, 1 xörək qaşığı pesokda qoymuşam ki, Qıcqırsın, apar olsun. ay sağ ol, apar olsun. 1 çay qaşığının dolusu duz, yarım çay qaşığı sarı kök. Çarşının sarı kökün bir də onu deyim, rənginə baxın. Yəni təbii sarı kökdür. Çarşın bu rəngdə olsun ki, istədiyiniz nəticəni əldə edə biləsiniz. Həm də ki, sarı kökü iyindən çox şey asılıdır. Çarşın iyini var. Bir də ki, südümüz yağlı süd olmalıdır. Kənd sütüdür, hə. Bir də biraz duru yağ qoymuşam ki, axırda yoğuranda qaba yapışmasın. İndi sütü ilıq eləyirəm, qoyuram ilıq olsun. İndi burada ortada yer açırıq. Sarı kökü belə səpirik. Duzu da səpirik. Yumurtanı qoydum. Çəri yağını əritdin, hə, nənə? Çərək yağını da əritdim, hə, sütü də qızdırdım, elə qarışdırdım. Aparanda tökülürsün. Sütü də əlavə edirik. Süt yox, aynen yağı. Yağla süt ikisini qarışdırmışam. İkisini qarışdırdım ki, hər yerə eyni çatsın. Əslində bu çörək Lənkəranda nazik çörək də deyirlər. Ən çox bunu lerik zonasında hazırlayırlar. Bayramlarda, iftar süfrələrində. Sən görmüsən də o günlərdə nənə, ona görə. Niyə görməmişəm? Kənd yumurtasıdır deyə sarısı yaxşı alır. Orijinal başqa. Təbii belədir. Yəni bu qab da deyəsən cehizliyindir. 30 ildir, 35 ildir bu qab elə mənlədir. Stajı məndən böyük. İndi xəmirə biraz yağ veririk ki, qabın yapışmasın da vəzləyəndə. Xəmiri yoğurdum. Qabın dibinə biraz yağ çəkirik. Onda daha yaxşı olur. Həm yapışmır. Baxın gör necə yumşaq xəmirdir. Yenə tənc nəfəs oldu nənə. Daha neyini bala? Canın sağ olsun. Üstünü indi bağlayırıq. 1 saat qoyuruq qıcqırsın. İçi üçün bizə lazımdır 200 qram ərinmiş kərə yağını belə donmuş fasonunda. Otaq temperaturunda. Otaq temperaturunda. Onun da üstünə 200 qram pesok. Yarı-yarıya olmalıdır. Yəni yağ nə qədər tökürsünüzsə, pesok da o qədər olmalıdır. İndi bunu ağarana qədər çalırıq. Ağardı, hardasa kremə oxşuyur. Görürsünüz köpdür. Buna bir çimdik, bu qədər duz. Yarım çay qaşığı hil, üyüdülmüş. Qaşığın ucunda da azca sarı kök. Sonra da burada 2 stakan undur. İndi bunu əlavə eləyirəm. Əgər az olsa yenə də əlavə eləsəm deyəcəm.
Bu kətənin içi kimi olmalıdır. Deməli, bu çox yumuşaq oldu. Mən 1 stakan da un əlavə edirəm. Əsas necə olmalıdır onu göstərmə. Əsas kətənin içi kimi olmalıdır. Yəni indi mən ovumu axırda göstərəcəm. Bunu əllə o qədər ovurur ki, belə ovuntulu alınsın. Göstərəcəm umaç kimi. Kətənin içi necə olur? Belə sıxanda əlində belə olmalıdır. Nə çox yağlı olsun, nə də çox quru. Deməli, norması 3 stakan getdi də un. 3 stakan eləsələr 200 qram yağa, 200 qram pesoka pulunu çatacaq. Əlimizlə ovuruyub, belə xəmir alınana qədər. Belə. Yəni, belə olanda əlində qala bilsin. Belə. Belə oldu, deməli, hazırdır. Bunlar kündəliyə 5 dəqiqə özünü tutsun. 5 dəqiqədən sonra için qoyacağıq. Deməli 5 dəqiqə kündəyə qalandan sonra bunu arxa tərəfini çeviririk. Başlayırıq əlimizlə açmaya. Çünki çox rahat açılır. Bunlar da kündəyə düşüb də, hə? Hə, hazırdılar. Əlimizlə belə yumru açırıq. Bir tərəfinə iç yığırıq. İçin qoyandan sonra bax belə gətir üstünə. Kalizon kimi büksən, nənə? Kalizonla dayvaz. Bir növ ət qutabına oxşayır. Bax, bunları bastı, biraz buradan saxlayırıq, nəyə görə? Nəyə görə? Əgər içində hava qalıbsa, bax, bunu belə basırıq, içindəki havası çıxsın. Başa düşdün? Bu, nazik olmalıdır, çox qalın yox. Bunun ikinci adı da elə nazikdir. Bu, indi ağzını bağlayırıq. İndi bunun kənarını bükmə qaydası, bax. Şəkərbura kimi. Belə bükürəm. Amma şəkərbura incə olur. Bu, biraz belə yekə bükülür. Axıra qədər aparırıq. Bir dənə yumurtanın sarısına 1 qaşıq süd, yarım çay qaşığı da yağ əlavə elədim, duru yağ. Nənə, bu bizdə indi kənd yumurtasıdır da, adam var onda şəhər yumurtası. Ona biraz sakök əlavə eləyə bilər məncə, hə? İstəsə eləyə bilər. İndi bu kənddir deyə çox sarıdır. Sonra belə 3-4 yerdən vilka vururuq ki, qabarmasın, havası çıxsın içindən.
bir 10 dəqiqə kənarda qalsın. Sonra 180 dərəcəli sobada 25-30 dəqiqə altı üstü qızarana qədər bişirəcəyik. Hazır oldu. Hazırdır. Siz də bişirin. İstəyən hər kəs bişirsin. Hazırlayan hər kəsə nuş olsun. Qəşəng çıxıb aynen altda qəşəng pişir. İçini də kəsək göstərim. Baxın, böldüm, içinə də baxın. Yəni içi də belə olur, həm də çox yumşaqdır. Əlavə sağlıq aynen. Hazırlayın hər kəsə nuş olsun. İnşallah növbəti videolarımızda görüşənə qədər. Bu da bizim yerli çörəyimiz. Evdə hazırlanmış çörək reseptimiz də var. Onu da açıqlama bölümündə paylaşacağım sizlər üçün. Allah'a emanet qalın, sağ olun.